Həmbəli məzhəbinin fiqh adlı silsilə dərslərinə başlayırıq. Və biz ilk dəfə kanalı açanda, yəni etdiyimiz müqəddimədə Həmbəli məzhəbi haqqında qısa da olsa məlumat vermişdik. Və demişdik ki, Həmbəli məzhəbi digər məzhəblər kimi sahabələrin bizə qalan mirasıdır. Dərsin ilk əvvəlində qısa olaraq Həmbəli məzhəbi haqqında qısa məlumat. Həmbəli məzhəbinin bizə gəlib çatma forması necə olmuşdu? Yəni o dövrdən bu dövrə həmin məsələ kitablarından bəzi alimlər o məsələlərdən müəyyən məsələlər toxunur. Bu məsələdə ilk öncülük edən İmam Muhammed Əl-Xəllal olub. Ümumiyyətlə alimlərin, yəni bu məzhəb məsələlərində tutduğu yol, onlardan gələn sözləri doğru və düzgün başa düşməliyik. Misal olaraq günümüzdə ən çox məzhəbçiliyə, yəni məzhəbə bağlanma, əhl-i-sünnətin, sahabələrin görüşləri üzərində qurulan bu məzhəblərə bağlanmaq məsələsində müxalif olan insanların müxtəlif dəlillər gəlir. Bizdə yaradılan əsasən din anlayışı necədir? Azərbaycanda əsasən din anlayışı necədir? Yəni sahabələr sanki heç bir məsələdə ixtilaf etməyiblər və ya etiqadda ixtilaf etməyiblər. Biz deyəndə ki, məsələn, məzhəbə bağlanmaq lazımdır ki, bu məzhəblər bəzən elə danışılır ki, sanki Quran və sünnətin qarşılığında olan bir yol. Əksinə bu məzhəblər Quran və sünnətin qarşılığında olan yox, Quran və sünnətə çatdıran ən doğru yollardır. Çünki bu sahabələrin görüşləri üzərində qurulur. Yəni güvənərdi onun elminə. Çünki yekdil olmuşdular onlar onun elmində. Bugüncə biz elə insanlarla qarşılaşırsan, deyirsən ki, məsələn, bir söhbət açırsan, danışırsan, avam bir insan. 2 il İslamdadır, təzə İslamdadır. Mən İmam Əhməd lazım deyil, mən dəlillə, Quran və sünnəyə bağlı. Əslən həmin insan dəlil sözündə olan D hərfinin mənasını bilir. Ərəb dilində o hərf neçəyə bölünür. Hərflərin belə qismlərini bilmir əslən həmin insan.